Salam, hörmətli abituriyentlər. Bu videoda mən sizlər üçün hədəf nəşrləri biologiya test toplusundan biokimya bölməsindən 66-cı sualın izahını vermək istəyirəm. Sualda deyilir ki, DNT molekulunda 1200 hidrogen rabitəsi var. Adenin və timin nükleotidlərinin cəmi 300-dür. Burada sıfırın biri artıqdır, yəni 300-dür. DNT molekulunda sitozin və guanində birləşmiş əsas karbohidrat, fosfat turşusu qalığı saylarının cəmi neçə olar? Əvvəlcə biz bilirik ki, ümumi hidrogen rabitələrinin sayı 1200-ə bərabərdir. Əgər adenin timin cəmi 300-ə bərabərdirsə, demək elə aralarında hidrogen rabitəsi də 300-ə bərabərdir. Onda ümumi hidrogen rabitəsindən 300 hidrogen rabitəsini çıxırıq, qalır 900 hidrogen rabitəsi. 900 hidrogen rabitəsini isə bölürük 3-ə. Çünki adeninlə sitozin arasında 3 qat hidrogen rabitəsi olur. 3-ə bölürük, tapırıq ki, 300 guanin var. Demək, 300 guanin varsa, 300 də sitozin var deməkdir. Bu ikisinin cəmi 600-ə bərabər olur. 600 nükleotid var, yəni sitozinli və guaninli nükleotidlərin sayı 600-ə bərabərdirsə və hər birində bir əsas, bir karbohidrat, bir fosfat turşusu qalığı olduğu üçün ümumi nükleotidləri, yəni 600 nükleotidi vururuq 3-ə, tapırıq 1800. Demək, sitozinlə və guaninə birləşmiş əsas karbohidrat, fosfat turşusu qalıqları sayının cəmi 1800-ə bərabərdir. Doğru cavabımız olur C variantı.